Salam uşaqlar, bugünkü dərsimizdə 8-ci siniflərdə bizə layihə işi verilir və layihədə əsas məqsəd odur ki, həyatımızda daim kimyəvi proseslər baş verir, hadisələr baş verir. Biz gündəlik bizdə məişətdə olan maddələri istifadə eləməklə bəzi prosesləri aparırıq və görürük ki, burada kimyəvi hadisə baş verir, yoxsa fiziki hadisə baş verir. Birinci bizə verilən deyir ki, nə deyir əzəl, nə demək? Hidrojen peroksiddir. Üzərinə ilk öncə qida boyası tökülür. Bəli. Tök və yaxşı qarışdır. Əzəl, bu hansı hadisədir? Fiziki hadisədir? Fiziki hadisədir. Çünki nə qaz qabarcı, nə də kimyəvi reaksiyaya aid bir şey olmur. Bəli, reaksiya getmir. İkinci nə edəcəksən? İkinci quru maya tökəcəyik. Həmin məhlumun üzərinə quru maya tökürür, rəngli. Nə baş verir? Bax, quru mayanı tökdük. Kimyəvi reaksiyadır. Çünki qaz qabarcığı çıxır, rəng dəyişməsi. Sonra uşaqlar istilik ayrılır, görürsünüz? İstilik ayrılmağı kimyəvi reaksiyanın əlamətidir. Deməli, ikinci prosesimiz kimyəvi reaksiya oldu. Onu cədvəlimizə qeyd eləyək. Deməli, əlamətləri yazırıq. İkincidə oldu kimyəvi hadisə. Bəli, qaz qabarcığı ayrıldı, istiliyin ayrılması baş verir. Baxın uşaqlar, hələ də o davam edir. İkinci səma, biz nə edirik? Suyun üzərinə sirkə esensiyası tökürük. 1/4 qədər kolbanın su götürdük, sirkə esensiyasını tökürük. İndi müşahidə elə görüb fiziki hadisədir, kimyəvi hadisədir. Burada heç bir reaksiya getmir, sadəcə iki mayyəni bir-birinin üzərinə qarışdırırıq, bəli. Deməli, biz İndi nə edirsən Səma? Yumurtanın ağını çay sodasının üzərinə tökürük. Bəli, yaxşı qarışdır. Bəli, Səma, qarışdırdın. Sonra? Daha sonra bayaqçı məhlulu qarışığın üzərinə əlavə edirik. Bəli. Baxın uşaqlar, nə müşahidə edirik? Nə müşahidə elədiniz? Rəngdə ağardı. Bəli, rəng dəyişdi. Bəli. Deməli, burada kimyəvi hadisədir, yoxsa fiziki hadisədir? Kimyəvi hadisə. Baxın Səma, burada görürsünüz, aqreqat halda dəyişir. Maye idi, baxın. Bərk, özlü bir kütlə əmələ gəldi. Görürsünüz? Deməli, fiziki hadisə oldu, kimyəvi hadisə. Kimyəvi hadisə. Buyur Cəmil, dördüncü nə edəcəyik biz? Çay sodasının içinə üzüm sirkəsi tökürük. Bəli, stəkanın yarısına kimi tök. Tök. Baxın uşaqlar prosesə. Baxın, yaxınlaşdıraq. Görürsünüz, burada qazın ayrılması müşahidə olunur Cəmil. Deməli, fiziki hadisədir, kimyəvi hadisədir. Bəli, afərin, kimyəvi hadisədir. Uşaqlar, kimyəvi hadisə zamanı yeni maddələr əmələ gəlir və bundan əlamətləri var. Rəngin dəyişməsi, aqreqat halının dəyişməsi ola bilər, qaz qabarcığının ayrılması, istiliyin ayrılması və udulması, bunlar hamısı kimyəvi reaksiyanın əlamətləridir. Bəli, cədvəldə qeyd edirik, Cəmil qeyd edirik. Uşaqlar, beləliklə bizə layihədə verilən cədvəli biz müəyyənləşdirdik. Əyani sürətdə özünüz gördünüz və ətrafınızda baş verən hadisələrdən artıq görəcəksiniz ki, siz müşahidə edəsiniz ki, hansı fiziki hadisədir, hansı isə kimyəvi hadisədir.